Bəli, hazırda Avropa məkanında, xüsusilə də burada Berlində ən çox izlənən və müzakirə olunan əsas mövzu Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin növbəti samitidir. Samit çərçivəsində tərəflər qurumun 2028-2034-cü illəri əhatə edəcək növbəti 7 illik büdcə planı ətrafında kəskin mübarizəyə başlayıblar. Məsələnin əsas siyasi-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, Avropa İttifaqının ən böyük donoru və lokomotiv dövləti olan Almaniyanın rəhbərliyi Brüsselin bu maliyyə planına qarşı çox sərt cəbhə alıb. Almaniya kansleri Friedrich Merz samitdə jurnalistlərə rəsmi açıqlamasında Avropa Komissiyasının təklif etdiyi 2 trilyon avroluq büdcə planını qətiyyətlə rədd etdi. Kansler bu rəqəmlərin həddindən artıq yüksək olduğunu bildirərək büdcənin ciddi şəkildə ixtisar edilməsini tələb elədi. Kansler Merz bir neçə gün əvvəl də Almaniya daxili siyasətində və parlamentində səsləndirdiyi qənaət prinsipləri olduqca kəskin idi. Biz ancaq sahib olduğumuz qədər pul xərcləyə bilərik deyə o bildirmişdi. Berlin Avropa İttifaqının növbəti illərdə yeni ortaq borclara girməsinə tamamilə qarşı çıxır. Elə bu yanaşma Fransa kimi ittifaqın digər aparıcı dövlətləri ilə ciddi fikir ayrılığı yaradır. Çünki digər paytaxtlar təhlükəsizlik və rəqabət üçün daha böyük xərclər və yeni borclanma mexanizmləri tələb edirlər. Lakin rəsmi Berlin bu məsələdə özünün maliyyə prinsiplərindən geri çəkilmək niyyətində deyil. Qeyd edeyim ki, ekspertlərin fikrincə bu kəskin büdcə mübarizəsi və danışıqlar ilin sonuna qədər davam edəcək. Belə mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.